Aha, başlayaq. Deməli, birinci sualla başlayırıq. Kompleks obyekt mürəkkəb tamamlıq qaydasıdır və biz bu boşluğa tamamlıq halında olan feil salmalıyıq. Ya bu feil to ilə gələcək, ya da bu feil sadə halda gələcək. İkisindən biri olmalıdır. Biz bilirik ki, let və make-dən sonra feil bir dəqiqə qatılmaq istəyənləri qəbul edim. Aha. Biz bilirik ki, let və make-dən sonra gələn feil sadə gəlməlidir. Yerdə qalanlar bu qayda üçün to-nu götürür. O to-nu götürən feilləri biraz yadınızda yaxşı saxlayın. Gəlin baxaq. Burada görürsünüz ki, nöqtədən əvvəlki feil make-dir və make-dən sonra gələn feil də necə gəlməlidir? Sadə halda gəlməlidir. Baxaq, sadə halda gələnləri saxlayacağam. Burada is taking, bax bunlara qarşıyıq biz. Baxın, bəzən cavabı D götürürlər. Bu olmaz. Zamanı da salmırıq. S də artırmayacağıq. Keçmişə də salmayacağıq. Sadə halda B variantına yapışdıracağıq. Gedək üçüncü feilə. Üçüncü feilimiz görürsünüz ki, nöqtədən əvvəldə advice-dır. Advice isə özündən sonra gələn feili to ilə qəbul edir. Bunu istəyirsiniz notla götürün hər dəfə ki, qarışmasın sizdə. Bu gerundla girəndə qarışır. Advice to-nu götürəcək. Cavab olacaq A variantı. Sonra gedirik 5-ci suala. Expect. Expect-i biz işləmişdik. Gerundda da baxmışdıq. Expect-dən sonra gələn feil to-nu götürəcək. Cavab olacaq Y variantı. Böyle kimsə qatılmaq istəyir. Ha, kartda var. Çay içməyə maraqlısan. Dərsə girdim. Açdım. Aha, sonra qəbul etdim. Növbəti isə 7-ci sualdır. 7-cidə askdır. Askdan sonra gələn feil də to-nu almalıdır. Cavab Y variantıdır. Sadəcə yadınızda yaxşı saxlayın ki, nə hansını alır. 9-da letdir. Let heç nə almayacaq sadə. İndi ya cavab B olur, ya E olur. Sadə götürürsünüz şuralar. Nə S artırırsınız, nə id artırırsınız, keçmişə salırsınız. Heç nəyə ehtiyac yoxdur. Gedək 11-ci suala. 11-ci sualda isə əlo, əlodan sonra gələn nəyi götürəcək? Yadımızda saxlayırıq ki, tamamlıq halında to-nu götürəcək. Cavab olacaq C variantı. 13-cü sualda made qaydası let make-dən sonra gələn sadə olmalıdır. Cavab olur D variantı. 15-ci sualda let make-dən sonra gələn, baxın, made-in keçmişidir də bu. Yenə sadə halda götürəcəyik. Cavab C variantı. İndi bir neçə sual sizə yazdıracağım, vəziyyəti görək. Ondan sonra 17-ci sualda ask, askdan sonra gələn to-nu götürməlidir. Cavab B variantı. 19-cu sualda want, want'un çıxma ehtimalı yüksəkdir, məşhur feildir. Want'dan sonra gələn to-nu götürəcək. Cavab A variantı olmalıdır. Sonra 21-ci sual. 21-ci sualı, belə sualı verəndə gedirsiniz ümumi sınavda. Burada tərsinə gedəcək. Burada artıq xəbəri verməyibdir. Tamamlıq halında olan feili veribdir. Və tamamlıq halında olan feil do feilidir. Do feilinin qabağında nə to var, nə də ki ing qoyub da buna. Sadə gəlibdir. Bu feillərdən, bu variantdakı feillərdən hansında özündən sonra gələn feil sadə gəlir. Biz bilirik ki, mən bura want qoysam, to ilə gəlməli idi. Askı qoysam, to do olmalı idi. Order'ı qoysam, to olmalı idi. Told'u qoysam, to olmalı idi. Cavab olur Y variantı. Sonra gedirəm 23-cü suala. Ask. Askdan sonra gələn nəyi götürəcək? To-nu götürəcək. Cavab olacaq A variantı. Gedək 20-ci suala, 25-ə. Promise. Promise'dən sonra gələn nəyi götürəcək? To-nu götürəcək. Cavab B variantı. 27-də promise-dir. Yenə promise-dən sonra to gəlməlidir. Feilə cavab A variantı. 29-cuda advice. Advice-dan sonra to gəlməlidir. Cavab Y variantı. 31-ci sualda want-dur, görürsünüz. Yenə əsas feilimiz və to-nu götürməliyik. Cavab Y variantı. Yəni çətin heç bir şey yoxdur. Sabahki imtahanda mütləq bunu yazın. 33-cü sualda askdır. Askdan sonra to-nu götürməlidir. 35-ci sualı siz yazın artıq. 35-ci sualı bir cavab şəklində mesaj qutusuna yazın. 15 nə deyil uşaqlar? 15-ə qaydacam. Nəsə yazıb ora? Qaydacam indi ora. 15-ə qaydacam indi.
Deməli, cavab dediniz C variantı. Bəli, meyitdən sonra gələn sadə olmalıdır. Bizə görə 15-də bəlkə tələsmişik, nəsə eləmişik. Baxaq görək. Çünki bu testlərdə səhv yox idi. Mhm. Sorry, sorry. Bay 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 bay. Aysu, yaxşı ki bizi xəbərdarlıq etdin. Meyitdən sonra gələn feil necə gəlməlidir? Sadə gəlməlidir. To olmaz cavab. D variantı olacaq. Sadə də deyib testləri işlədik. Burada səhvimizi də buraxdıq. Gedək 37-ci suala. 37-ci sualda advice-dir. Burada to gələcək. Baxırıq to-lu cavab olur. D variantı. 39-cu sualda made-dir. Yenə sadə gəlməlidir. Baxaq görək sadə hansıdır. Baxın A variantına. Day bu id-dir, s-dir, ing-dir. Bunların başını buraxırsınız. 41-ci sualda ask-dır. Ona görə ask-dır bura. Ask-dan sonra gələn to götürməlidir. Cavab C. 43-cü sualda yenə ask-dır. Ask-dan sonra gələn to götürməlidir. Cavab C variantı olacaq 43-cü sualda. 45-ci sualda. 45-ci sualını siz yazın. 45-i siz yazın. Bəli, allow-dan sonra gələn to-nu götürəcək A variantı. 47-ci sualda want-dur. Want-dan sonra gələn to-nu götürməlidir. Cavab B variantı. 49-cu sualda ask-dır. Ask-dan sonra gələn nəyi götürəcək? To-nu götürəcək. Var, to var. Cavab olur B variantı. Yəni, feillər sabit feillərdir. Mənim sizdən bu mövzuda istədiyim odur ki, feilləri tanıyın. Bariz, yəni feillər var. Bax, bayaqdan qabağınıza çıxan ask-dır, want-dur, tell-dır, expect-dir, allow-dur, advice-dır. Bunlar to ilə işlənir. Yəni, bu mövzu gerundla qarışanda tanımalısınız siz bu feilləri. 51-ci sualda ask-dır, yenə to götürəcək. Cavab olacaq B variantı. Gedək 53-cü suala. 53-cü sualda allow gəlibdir. Yenə to-nu götürəcək olacaq A variantı. Sonra gedək 50 neçənci suala? 55-ci suala. Baxın, expect feili də to götürməlidir. Cavab olur A variantı. Gəldik 57-ci suala. 57-ci sualı feilləri əzbərə bilən yazacaq. Əzbərə bilməyən də içinə gözünü döyüb baxacaq. Regular verbs. Regular verbs necə feillərdir? Qaydalı. Qaydalı feillərin bir qaydası var. Yəni, onların sonuna id artırırıq. Deyir, bu aşağıdakı variantlardan hansı feil siyahısı id ilə düzəlir? Hansılar isə o əzbərlənən qaydasız feillərdir. Baxın, make-i keçmişə çevirəndə id atmırıq. Make-i made edirik. Deməli, bu id ilə düzəlmir. Dayçoberlərə baxmağa ehtiyac qalmadı. Bayı biz keçmişə salanda id atmırıq. Bold edirik. Deməli, bu da deyil. Swim-i dəyişirik. Bring-i məsəl üçün. Bring brought olur. Bunu da dəyişirik. Leave də olurdu, left. Bunu da dəyişirik. Amma help, help it olurdu. Climb, climb it olurdu. Watch da, watch da olurdu. Cavab olur 57-ci sualda C variantı. 59 sizdədir. Fil olur, felt atdıq. Kat elə kat qalırdı, idi artırmırdıq. Begin, began olurdu. Sleep, slept olurdu. Bəli, cavab olur A variantı. 61-i yazaq. Forget, forgot olurdu. Bəli, break, broke olurdu. Grow, grew olurdu. Speak, spoke olurdu. Close, closed, open, opened, return, returned də olacaq. Yəni, çətin heç nə yoxdur. Sadəcə feilləri bilmək lazımdır. 63-cü sualı yazaq. 63-cü yazaq. Deməli, 63 A deyirsiniz. Aha, tell, told olurdu, leave, left olurdu, break, broke olurdu, fall, fell olurdu. Bəli, cavab olur A variantı. 65-i yazaq. Biraz siz yazın.
Come came olurdu, sing sought olurdu, feel felt olurdu, fly flew, leave left olurdu, return returned, aha followed and studied olurdu. 67'nin cevabı nədir? Aha, 67 də mən izah edim uşaqlar. Ya da yazın görün yazacaqsınız. Deməli, expect gəlib. Və expect gəlibsə, demək ki, to götürməlidir bu fiil. Biz ingliləri atırıq, sadəndə atırıq. Və arada and varsa, bura nəticə bu da olmalıdır. Və biz buranı to ilə düzəltmişiksə, bu to həm buradakı feilə aid olur, həm də buradakı feilə aid olacaq, düzdürmü? O zaman inqə də ehtiyac yoxdur. Bəs deyərsiniz ki, C variantıdır cavab. Deyərsiniz ki, niyə bəs puça da to qoymadıq? Arada and varsa, to'nu qoymuşuq bu to. Həm buna aid olur, həm də gəlir buna aid olur. Day buna bir dənə də to qoymamıza ehtiyac qalmır. Başdakı to əndə görə hər ikisini özündə daşıya bilir. Cavab olur C. 69-cu sual sizdə. Toldursa, bura to gəlməlidir. Düzdürmü? Keçmişə salma, in artırma, sadə saxlama, keçmişə salma, and də var. Ona görə hər iki tərəfə bu to lazım olanı görür. Day burada to yoxdur, söhbəti aparmırsınız. Çünki ortada and varsa, bu bir dənə to qoymaq kifayətdir. 71-ci sualda remind heç qabağımıza çıxmamışdı, indi çıxdı. Və reminddən sonra da gələn feil to'nu götürməlidir. Cavab olur A variantı. Sonra gedirik 73-cü suala. 73-cü sualda yenə told gəlib, tolddan sonra gələn feil to'nu götürəcək. 75-ci sualda want gəlibdir, wantdan sonra gələn feil to'nu götürəcək. 77-ci sualda wantdan sonra gələn feil, baxın wantdır burada, to'nu götürəcək. 79-cu sualda yenə want-u veribdir. Baxın, want-u çox çıxardır. A variantı to'nu götürəcək. 81-ci sualda made gəlibdir. Let make qaydasına görə sadə gəlməlidir. Da eşsat qoymursunuz. Cavab olacaq D variantı. 83-cü sualda yenə made veribdir. Let make qaydasına görə sadə olmalıdır. Bu to'lar, inglər getməlidir. Baxın, aha, burada o qədər səhvə gedirsiniz ki, dəfələrlə görmüşəm ki, lefti işarələyən uşaqlar var. Belə şaqqadan gətirir, lefti qoyur, belə acımadan. Eləsi kimisi deyir ki, ay nə bilim, bura keçmişdi, mən də zaman uzlaşdırdım, gətirdim, keçmiş qoydum, belə bir məntiq yürüdür. Kimisi ümumiyyətlə bilmir hansı sadədir, hansı keçmişdi, ona görə atır tutur deyir ikisindən biri, ya Allah nə verdiysə, o da gəlir səhv çıxır. Bunun keçmişliyi heç bir əlaqəsi yoxdur. Bir də hansı made keçmiş, bu zaman uzlaşması deyil, burada zaman uzlaşdıraq biz. Bu zaman uzlaşması deyil. Burada let make-dən sonra gələn feil sadə olmalıdır. Sadə feili də hansıdır? Left keçmiş zamandadır. Cavab olur D variantı. Day, bura keçmişdir. Mən burada keçmiş qoyum söhbəti. Bu qaydada yoxdur. Bu mürəkkəb tamamlıq qaydasıdır. Bu zaman uzlaşması deyil ki, ortada if olsun, when olsun, while olsun və ya nə bilim, baş cümlə, budaq cümlə. Bu elə bir söhbət deyil. Sən xəbərə görə, meyit xəbərinə görə buna feil yerləşdirirsən. Ya o feili to'lu qoyursan, ya da sadə halda qoyursan. Zaman uzlaşması söhbəti yoxdur. 85-ci sualda letdən sonra gələn feil də sadə olmalıdır. S'lər yox, to'lu yox, ingli yox. İndi vay ola ki, sən sadə feili tanımayasan. Şu da getdin onda. Bax, bu sadə deyil. Hardan bilirik? Əzbərləmişik ki, bu olmaz. Bu keçmiş zamandır. Cavab olur B variantı. Kim əzbərləməyibsə, getsin zəhmət çəksin, əzbərləsin. Onu əzbərləmədən ingilis dili hazırlığına hazırlaşmaq, nə bilim, utanç vericidir. 87-ci sualda letdən sonra gələn feil necə olmalıdır? Yenə sadə halda olmalıdır. Cavab olur A variantı. 89-cu sualda let asıqdan sonra gələn feil to'nu götürməlidir. Cavab D variantı. 91-ci sualda letdən sonra sadə olmalıdır. Cavab olur B variantı da esli olan rənd keçmişi yazmırsınız.
93-cü sualda encourage həvəsləndirmək sözü. Bu da özündən sonra gələn feili to ilə götürür. To'lu cavab olur D variantı. Aha. Sonra gedirik 95-ci suala. 95-ci sualda ask var. Askdan sonra to gəlməlidir. Cavab A variantı. 97-də expect. Expect çox çıxan feillərdəndir. Bu da to'nu götürür. Cavab A variantı. 99-da ask gəlibdir. To götürməliyik. Cavab C variantı. Və gəldik 101-ci suala. Tolddur. Tolddan sonra gələn to'nu götürür. Cavab Y variantı. 103-cü sualda askdır. Askdan sonra gələn to'nu götürməlidir. Cavab A variantı. 105'te want'dur. Want'dan sonra gələn to'nu götürməlidir. Cavab C variantı. Yəni çətin heç bir qayda yoxdur. Sadəcə sınaq içində tanımalısınız bu qayda olduğunu. Expect feili to'nu götürür. Cavab olur B variantı. Gəldik 109-cuya. Encourage bayaq da gördük ki, həvəsləndirmək sözü to ilə işlənir. Cavab olur A variantı. 111-ci sualda askdır. Askdan sonra gələn artıq ask çürüdü, yəni Y variantı to'nu götürəcək. Və 113-cü sualda isə told feili to ilə işlənən feildir. Cavab olur Y. 115-ci sualda yenə told feilidir. O da to ilə işlənir. 2 dənə to'lu cavab var. Amma ink deyə bir şey götürmür. İkisini bir arada götürmür. Ona görə cavab olur A variantı. Biraz sizə işlətdirək. 117-ci sualın cavabını yazın. 117-ci sualın cavabını yazın. Aha. 117'də bəli, askdan sonra to gəlməlidir. Cavab D. 119'da tolddan sonra to gəlməlidirsə cavab B variantı. 121-ci sualı siz işləyin. Belə tərs sualların gəlmə ehtimalı çox yüksəkdir. 121 işləyin. Baxın, bəli, burada görürsünüz ki, to sink yazıb. Yəni, mən bura elə feil qoymalıyam ki, həmin o feil ikinci tamamlıq halındakı feili to ilə götürə bilsin. Biz bilirik ki, let və make-dən sonra gələn feil to'nu almayacaq. Yəni, mən bura leti qoysam, bu to ilə başa-baş getməyəcək. Made-i qoysam, bu to ilə olmayacaq. Ona görə birləri, ikiləri atırıq. Cavab olur 3, 4, 5. Want da to ilə işlənir. Ask da, would you like to da deyirik. 123-cü suala. Yenə, baxın, tərsinədir. To tel gəlib. Bura to'nu qoyubsa, biz bilirik ki, let və make-dən sonra to gəlmir. Siz birləri, üçləri ataq. Expect gəlir, want gəlir, allow icazə vermək də gəlir. Cavab olur A variantı. 125-ci sualda yenə bizə to leave, to ilə gəlib. O zaman letlə make-i ataq, çünki let make bura yaraşmır. Cavab olur 1, 2, Y variantı. Gedirik 127-ci suala. 127-ci sualda isə make gəlib. Düzdür, buradakı want-a baxmayın, ha. Burada want gəlibdir. Gedək to qoyaq. Ən son gələn make-dir də, düzdürmü? Ən son gələn make-dirsə, biz də make-ə görə hərəkət edib sadə halda qoymalıyıq feili. Burada to yazıb, burada to yazıb, burada id yazıb. Qaldıq ikisinin arasında. Biz bilirik ki, cümlənin ortasına şəxs əvəzliyi gələ bilməz. Və we şəxs əvəzliyidir. Yəni, sən xəbərlə tamamlığın arasına gətirib şəxs əvəzliyi qoya bilməzsən. We-ni də atırıq. Bunu obyektə çevirməliyik. As yaza bilərsən, me-di, him-di, her-di, them-di. Bunları yaza bilərsən. Cavab olar D variantı. 129-cu sualda isə, baxın, belə bir şeydə gözləyirəm, yəni imtahana. Belə 4 dənə cümlə verir, vay da, onda gedirsiniz də, yəni belə cümlələri görəndə. Bu nədir deyirsiniz? Bu heç nə, let make qaydası. Bu qaydanı tətbiq edirik. Baxın, cümləyə let salıb, qo'ya da to qoyubdur. Biz bilirik ki, letdən sonra qo'o sadə gəlməlidir. Demək ki, bir yanlışdır. Tez buradan avtomatik A, B, C-ni atırıq. 2 hər nədirsə doğrudur. Make-dən sonra choose sadə gəlibdir. Askdan sonra feil to ilə gəlibdir. 3 də doğrudur.
Letdən sonra yenə tukam yazıbdı. Bu isə yanlışdır. Cavab olur nə? 2, 3, Y variantı. Gedək 131-ci suala. Aha, yenə tərs gedəcəyik. To bring verib feili. Yəni deyir, bura elə feili qoy ki, to ilə istifadə oluna bilsin. Letdə to gəlmir. Mate'də to gəlmir. Didn't let yazıb, inkarını yazıb. Olsun da. Yenə də letdə gəlməyəcək. Mate'də də gəlməyəcək. Tez 5'ləri, 1'ləri və 5'ləri çıxardırıq. Qaldıq ya 3, 4'ü götürəcəyəm, ya da 2, 3, 4'ü götürəcəyəm. Daha da 3'ünü də götürə bilərik də. Biz 2, 3, 4 to ilə istifadə olunur 3'ü də. Ona görə də cavab olacaq 131-ci sualda C variantı. Sonra gedək 133-ə. Yenə ask gəlib. Askdan sonra gələn feil, aha, tələsmirik. Askdan sonra gələn feili to leti onsuzda yazıb. Mən ən son gələn feilə baxıram. Və ən son gələn feil to let olubdu. Deməli, bu dəfə aska görə yox, to letdən sonraya görə həll edəcəm. Və bu let feili də necə gəlir özündən sonraki feili necə gətirir? Sadə. Sadə. Burada to qoyub, burada s artırıb, burada to qoyub. Aha, ya he now, ya him now. Bilirik ki, şəxs əvəzliyi də araya girmir. Cavab olur D variantı. Çox ehtiyatlı olmalısınız. Burada aska görə hərəkət etsəydik, cavab yanlış olacaqdı. Burada artıq leti gördüksə, letdən sonra hərəkət edirik. Bir də uşaqlarda belə bir sual əmələ gəlir. Bəs let to ilə işlənmirdi, bura niyə deyir to qoymusunuz? Letin qabağına to gələ bilər, letdən sonra gələn feydə to gələ bilməz. Deyə bilmərik letin qabağına to gələ bilməz. Bu aska görə gələn feilin qabağına to gəlməlidir. O feil nə olur olsun? Letdən sonra gələn feilə to qoya bilmirik biz. Bunu belə yaddaşsam, uşaq deyir ki, letin qabağına to qoya bilməzsiniz. Şey yoxdur yəni. Biz letdən sonra gələndə iş görürük. Gedirik 135-ci suala. Ask. Askdan sonra gələn nəyə götürəcək? To-nu. Yoxdur, id-yə salıb. İndi araya zem verim, zey verim. Təbii ki, zey şəxs əvəzliyidir, araya girməyəcək. Cavab olacaq A variantı. 137 sizdədir. Kimdir bu? Gözləyir qatılmaq. 137 sizdədir. Bəli, to gəlməlidir. To'su yoxdur. İdidir. To'su var. Amma şəxs əvəzliyi araya gəlməyəcək deyənə cavab olacaq A variantı. 139-cu sualda tərs gedəcəyik yenə. Feili yazıb to make-lə. Hə, uşaq deyir ki, make-dir, müəlliməm. Make-dən sonra gələn sadə olur, başlayır ağzına gələn danışır. Şey yoxdur. Biz buranı doldururuq, tərsinə gedirik prosesə. Bura to make-dirsə, yəni bu gələn feil to-nu alıbsa, elə feil qoymalıyam ki, ondan sonra gələn to-nu götürə bilən feil olsun. Let və made-dən sonra, yəni mən bura leti qoysam, bu to ilə işlənməyəcək. Made-i də qoysam, to ilə işlənməyəcək. 5 ilə 3-ləri atırıq. Atanda qalır advice, told, expect. 1, 2, 4 götürürəm. 141-ci sualda. Bilən bu cümlələri siz etdiyin də. Yazıq. Məzunlar, dinləmələri atmamışsınız. Dinləmələri göndərin. Rövşən burada dərsdədir? Yox. Allah, bilmişəm mən bu uşaqdan. Dinləmələri göndərin. Dünən də atmamışsınız, bugün də atmamışsınız. Mən gözləyirəm hələ də dinləmələri. 141-ci sualda. Nə yazmışsınız 141-ə? Y yazmışsınız əksəriyyətiniz. Letdən sonra to gəlməz. Letdən sonra to gəlməz. Make-dən sonra to gəlmir. Expect-dən sonra to gəlmir. Gəlir. Sorry. What-dan sonra to gəlməli idi. Ad. Expect-dən sonra to gəlməli idi. Cavab olur Y variantı. Bu make-dən sonra to gəlmir deyirik. Amma biz 20 sınaqda da uşaqlarla işlədik. Əgər make məhcul növ cümləsində gələrsə, to gəlməlidir. Bunu yaddan çıxartmayın. Bu 20 sınaqda da var. Yəni qorxuram ki, çıxa da bilər. Yəni bu ilin 11-ləri 9-cu sinif olanda çıxmışdı onların imtahanına. Yəni make məhcul növ cümləsində işlənilərsə, qabağında am, is, are, was, were, to be olarsa, onda to gəlməsinə icazə var. Düzdür, yoxdur topluda bundan bağlı test. Gəldik indi want-a. Want-dan sonra to gəlməlidir. Ona görə bunları atıram.
gedir. Ortada, aha, ortada end varsa, sizcə təzədən bir də tuyuzu qoyum, yoxsa bir dənə tu kifayət edəcəkmi? Yox. Yanlış gedirik uşaqlar. Burada let var. Let var. Yanlış gedirik. Bir daha gedək. Wantdan sonra to gəlməlidir. O qayda olmayacaq. Wantdan sonra to gəlməlidir. Atdıq. Qaldıq ikisinin arasında. Aha, burada leti görək. Araya bir let giribdir. Balaca bir let var. Letdə görə hərəkət edirik. Letdən sonra bura gələn sadə gəlməlidir. To-nun almır. Cavab olur C variantı. Endin arasında let olmasaydı, hə, bir to söhbəti olacaqdı. Yenə də cavab onsuz da eyni olacaqdı. 145. Topdan sonra gələn nə alır? To alır. Tusu yoxdur, tusu yoxdur. İnq qoyubdur. Araya şəxs əvəzi girmir. Amma adlı halda olan söz girə bilər. Yəni mənim obyekt əvəzi girməz. Yəni adlı halda olan söz də girə bilər. Cavab olur Y variantı. 147-də. Nədir cavab 147-də? Qo sadə halda gəlibsə, da buradakı tu mənə maraqlı deyil. Tu partiyə gəlibdir. Qonun qabağı ki boşdur, boşdur. Sadə halda gəlibsə, bunlar hamısı tu ilə alır feili. Sadə halda olan cavab olur D variantı. 149-cu sualdayıq. Aha, görək nə edirik. Baxın, bunun inkarı, tamamlıq halında tu'lu gələn feilin inkarı not to üstəgəl feil sırasından getməlidir. Da to, not feil olmamalıdır. Bu yanlışdır. Belə bir quruluş yoxdur, yəni. Not to olmalıdır. Yaxşı, bu advice-dan sonra to gələcək. To'ları saxlayırıq. Sıralamanı necə aparırıq? Not, üstəgəl to, üstəgəl feillə gedəcəyik. Ona görə də 149-cu sualın cavabı düzgün sıraya görə Y variantı. Baxın, belə də çıxarda bilər, OTK inkarla. İnkarla çıxardanda not to olacaq. ING-li feildə də not feil üstəgəl ing olacaq. Yəni sözümün canı not qabaqda gələcək. 151-ci sualda yazaq. Hmm. 151-də D deyirsiniz. Aha, advice-dan sonra to gəlsin. Ona görə bunları atdım. To-lu da bir dənə cavab var, B olur. Birdən deyirsiniz ki, bura niyə to qoymadıq? Bir daha deyirəm, ortada and varsa, bir dənə to bəhs eləyir ki, hər ikisinə aid olsun. 153-cü sualda made-dən sonra necə gəlir? Sadə gəlir. Da id, ink gəlməyəcək, to gəlməyəcək, ya D-dir, ya da ki, Y-dir. Ortada and varsa, o da sadə olmalıdır. İkinci də sadə olacaq. Burada to qoyubdur, yanlışdır. Cavab olur D variantı. Gedirik 200 neçənci suala? 155-ci suala. Letdən sonra sadə gəlməlidir. Baxın, to keçmişlərdir. Bunları atın. To'nu saxlama, ingi saxlama. And varsa, to'ya ehtiyac da yoxdur. Yenə letə görə qoyacağıq. Cavab olacaq B variantı. 157-ci sualda əlo. Əlodan sonra to gəlməlidir. To'suzları at, ingə ehtiyac yoxdur. Cavab olsun B variantı. 159-cu sualda made-dən sonra necə gəlməlidir? Sadə. Aha, to'dur, id-dir, s artırıb, ing qoyub, cavab olub D variantı. 161-də alo feili necə götürür? To ilə, to'lu cavab onsuz da bir dənədir. Cavab olur B variantı. 163-də expect artıq çürüdü də, yəni uşaqlar to'nu götürür. Cavab olur C variantı. 165-də letdən sonra feil necə gəlməlidir? Sadə, s artırma, ing artırma, to qoyma, id qoyma, zamana salma. Cavab olsun Y variantı. 167-ci sualda letdən sonra feil necə gəlməlidir? Sadə, id artırma, ing qoyma, s qoyma, to qoyma. Cavab olsun B variantı. 169-cu sualda askdan sonra gələn to'nu götürməlidir. Cavab olur A variantı. Həqiqətən asan mövzudur. Sadəcə ümumi sınaqda bilməlisiniz mövzunun bu olduğunu ki, səhvə getməsin test. Letdən sonra sadə gəlməlidir. İdini at, s at, bunları at. Cavab olsun C variantı. 173-cü sualda, aha, bu isə ifadədir uşaqlar. Was eager to deyirik. Cavab B variantıdır. To be eager to deyə ifadə var. Məsələn, was eager to ola bilər, are eager to ola bilər. Bir şeyi sevmək deməkdir, xoşlamaq, həvəsli olmaq deməkdir. Və ifadə özü to ilə istifadə olunacaq. Ona görə də to'nu da biz qoyub B variantını yazacağıq. 175-ci sualda
Askdan sonra to gəlməlidir. Aha, 2 dənə to-lu cavab var, amma ingi qoymuruq da, day. Ona görə olacaq A variantı. 170-ci, 77-də yenə askdan sonra to gəlməlidir. Cavab C variantı. 179-cu sualda told feili to ilə istifadə olunur. 2 dənə to-lu cavab var, amma ingi bir arada götürmür. Cavab C variantı. 181-ci sualda made feili artıq necə gəlir? Sadə. O to götürmür. Sadə hansıdır? Switch olur. D variantı. 183-cü sualda ask feilidir. Necə götürür? İngləri at, idləri at, sadəni at, to ilə gəlməlidir. Cavab olur A variantı. Gedirəm 185-ci suala. Made. Made'dən sonra gələn feil sadə olmalıdır. İD, ink, to, ink, to bunları almır. Cavab olur A variantı. 187-ci sual sizdədir. 187-ci sual sizdədir. Ne deyirsiniz? B variantı deyirsiniz 187-ci suala. Expect-dən sonra bilirsiniz ki, to gəlməli. Ona görə bunları atırıq. Askı qoyduq bura, yaxşı. Askdan sonra gələndə təzdən to-nu götürməlidir. Axı, bu reisdə bir feildir. Axı, buna da təzdən to yazmalıyıq. Burada yazmayıb deyənə cavab olur B variantı. Sonra gedirik 189-a. Bu da sizdə. 189 da sizdə. Deməli, A variantı demişsiniz 189-a. Aha. Make-i qoysam, to-nu almamalıdır. Askı qoysam, to-nu almalıdır. Let-i qoysam, to gəlməməlidir. Expect-i qoysam, to gəlməlidir. Doğru cavab olur A variantı. 191-də də yeni eyni format. Want-u qoysam, bura to girməli idi. Girməyib. Let-i qoysam, to olmamalıydı onda. Expect-i qoysam, bura to girməli idi. Bu da deyil. Askı qoysam, to wait olmalıydı. Bir dənə sadə halda gələn Y variantını götürəcəyim. 193-cü sualda. Aha, leti qoysam to gəlməsin. Made-i qoysam yenə to gəlməməlidir. Alone-u qoysam bura to olmalıydı. Bu da deyil. Want-la to işlənir. Cavab B. Expect isə to olmalı idi. Gedək 195-ci suala. 195-ci sualda isə yenə belə cümlələr veribdir. Bir dənə siz işləyin. Cümlələri siz işləyin. Bəli, görək cavab yedirmi? Let-dən sonra gələn sadə olmalıdır ki, sadə gəlibdir. O zaman biri götürək. Bir olmayanları da ataq. Want-dan sonra gələn take part to-nu götürməli idi, gəlməyibdir to. O zaman 2 də yanlışdır. 2-ni ataq. Everybody told. Told-dan sonra to gəlməlidir. To gəlibdir. O zaman 3-ü də götürək, cavab olsun Y. Advice-dən sonra inkarda olsa belə not to olmalı idi da. Bu not to park olmalı idi. 4 də yanlışdır. Cavab olur 1, 3. 197-ci sualda expect-dən sonra to gəlməlidir. Let-dən sonra to gəlmir, yanlışdır. Askdan sonra burada to olmalıydı. Made-dən sonra to gəlmirdi. Cavab olur B variantı. Want to olmalıdır. 199-cu sualda, birinci want-a görə hərəkət edirəm. Want-dan sonra bu boşluğa gələn feil to götürsün. O zaman Y variantını atıram. Əgər bu to-nu gələnləri götürürəm, bir-bir baxıram. Əgər bu leti bura qoysam, bu letdən sonra gələn feil də sadə gəlməlidir. Amma burada dansla yazıbdır, to ilə yazıb dansı. A deyil. Əgər teach-i bura qoysam, teach-dən sonra bu dəfə dans to-nu götürməli idi. Bu da deyil. Teach-dən sonra to-nu götürməli idi. C-ni götürə bilərəm.
Əlodan sonra əlonu bura qoysam, dansın qabağına bu dəfə to dance olmalıydı. Bu da olmur. Cavab olur C variantı 199-cu sualda. Gedək 201-ci suala. Cümlələr sizdədir. Az qaldı. Yavaş-yavaş bitirirəm. Deyirsiniz ki, Y variantıdır. Baxaq, expect-dən sonra to gəlməlidir. Yaxşı, biri saxlayaq. Askdan sonra feilin qabağına to olmalıdır. Feilimiz decorate, amma to'su yoxdur. Ona görə ikiləri atırıq gedir. Aha. Onsuz biz biri də götürmüşük deyənə cavab Y-dir. Won't-dan sonra join, join'in qabağına to gəlməli idi. Gəlməyibdi. Expect-dən sonra to gəlməlidir. Gəlibdir. Cavab olur Y variantı. Bəli. Gedirik 200 neçənci suala? 3-cü suala. 203-cü sual. Aha, bir dənə siz işləyin görüm 203-cü sualı. Asan qaydadır. Deyirsiniz ki, C-dir. Meyitdən sonra to gəlmir. Yaxşı. Meyitdən sonra gələn feil sadə olur da həmişə. İdi də götürmür. Meyit və meyit fərqi yoxdur. Meyitdən sonra esi də götürmür. İndi də götürmür. Sadə halda C variantı olur. Gedək 200 neçənci suala? 205-ci suala. Aha, işləyək bir-bir. Want. Want-dan sonra to olmalıdır. İngiləri at, keçmişə salma, sadə yazma. Yaxşı. Ya budur cavab, ya budur. Sonra gəldik əndə. Biz bilirik ki, ənd olanda hər iki tərəfə necə gəlməlidir? Bir dənə to bəs eləyir ki, hər iki tərəfə olsun. Yəni, keçmişə salmamıza ehtiyac yoxdur. Cavab olur A variantı. Burada to fiilə qoymadığını söhbət etməyin. Çünki ənd varsa, to hər ikisinə aid olacaq. Gedək 207-yə cümlələr sizdədir. 207 sizdədir. Baxaq 207-yə. Aha. Askdan sonra to gəlməlidir. Bəli, to repairs, to gəlibdir. Biri götürək. Meyitdən sonra sadə olmalıdır. Burada to qoyubdur. 2-ni atmalıyıq. 2-ni atmalıyıq. Letdən sonra to gəlməməli idi. 3-ləri də atmalıyıq. O zaman bu da belə bir dəfəlik gedir. Allodan sonra to gəlməlidir. Cavab olur 1, 4. Gedək 200 neçənci sual? Açıq suallara gəldik artıq. 209-cu suala. Askdan sonra to gəlməlidir. Gəlibdir. O zaman biri götürəcəm. Expect-dən sonra to gəlməlidir. Gəlməyib kolun qabağında. Make-dən sonra to istifadə olunmurdu. Let-dən sonra sadə olmalıdır. Bəli, leave də sadədir. Cavab olur 1, 4. 211-ci sualda. Let-dən sonra sadə gəlməlidir. Bəli, rest də sadə gəlibdir. Götürəcəyəm. Meyitdən sonra sadə olmalıdır. To yazıbdır. 2-ni götürmürəm. Asdan sonra to gəlməlidir. Gəlibdir. 3-ü də götürəcəyəm. Tolddan sonra to gəlməlidir. To clean olmalıydı. Olmayıbdır. 4-ü də götürmürəm. Cavab olur 1, 3. 213-cü sual. Want'dan sonra gələn feil to do olmalıydı. Yazmayıb. O zaman biri buraxacam. Kim qatılmaq istəyir? O qatılan. Qəbul edin. Deməli, Sonra gəldik ikinciyə. Meyitdən sonra to gəlmir. Bunu da atıram. Baxın, burada to qoyub. Help'dan sonra to gələ bilər. Götürərik. Götürərik 213-də. Permitdən sonra to gəlməlidir. İcazə vermək sözündən sonra. O da gəlibdir. 3, 4. 215-ci sualı. Aha, letdən sonra to gəlməz. 3-ü at. Allodan sonra mütləq to gəlməlidir. 2-ni götür, amma 4-ü götürmə. 1-i də götür. Sadə halda olmalıdır. Cavab olur 1, 2. 217-ci sualda, tərs yenə gedəcək, tərsinə finişi heç nəsiz veribdir. Baxın, bu dəfə birinci tərəfi boşluq qoyub. Finişi heç nəsiz veribsə, deməli, bunlarda hansından sonra finiş heç nəsiz gəlir? Bir letdir, bir meyikdir. Cavab olur 2, 5.
219-cu sual. Yenə climb-ı heç nəsiz veribdir. Hansılar allow-da to ilə gəlməlidir, want-da to ilə gəlməlidir, talk-da to ilə gəlməlidir. Cavab olur 2 ilə 3. 221-ci sualda siz işləyin. 221-ci sualın nömrəsini siz yazın. Hansı 1, 3, 4-dür? Hə, 221-in cavabını deyirsiniz, hə. To ilə gəlib, to speak ilə, let make ilə atan kimi 1, 3, 4 cavabı olacaq. Bəli, 223 də sizdədir. Bəli, 225-də də to gəlibsə, let make atanda 124-də baxıram soru uşaqlar. Neyse, orada 1, 2, 4 idi cavab. Gəldik bura, to gəlibsə, letləri ataq, make-ləri ataq. 1, 4, 5 cavabı olmalıdır. Belə. Bir-birinə kaydımı durdurum.